Salam, değerli şagirdlər. Bu dərsimizdə biz mövzu sınaq imtahanı 13-ün suallarının doğru cavablarına baxacağıq inşallah. Birinci sualdan başlayaq. Tunc dövrünə aiddir. Deməli, Tunc dövrünə aiddir. İnsanlar mağaralarda yaşamaya başladı. Xeyr, bu daş dövrüdür. İlk metal kəşf edildi. Bu da daş dövrünün sonudur. Misli. İlk heyvan əhəlləşdirildi. Bu da daş dövrüdür. Kanal və arxlardan istifadə edildi. Bəli, ilk dəfə kanal və arxlardan Tunc dövründə istifadə edilib. Toxa aləti, o da daş dövrüdür, ixtira edilməsi təbii ki. Ona görə doğru cavab deyilir. İkinci suala baxırıq. İkinci sual, deməli, Atropatena dövlətinə aid deyil. Paytaxt Urmiya gölə yaxınlığında olması aiddir. Atropatın Roma qoşunlarını məğlubiyyətə uğratması, bəli, doğru cavab budur. Çünki biz kitabdan da bilirik ki, Romaya ilə vuruşan, Roma qoşunları ilə savaşan Atropat deyil, Atropatdan sonra hakimiyyətə gələn hökmdarın dövründə baş verib. Ona görə də bunu Atropata aid eləmək olmaz. Dolayısıyla Atropatena dövlətinə də aid olan bir ifadə olmur. Digərləri təbii ki, Atropatenaya aiddir. Üçüncü sual, Yusif Sacoğlu'na aid deyil. Ərəb xilafəti ilə mübarizə aparıb, Şirvanşahları asılı salıb, orta əsrlərdə hakimiyyətdə olub, Azərbaycan torpaqlarını birləşdirib, şimalda yeni dövlətin əsasını qoyub. Xeyr, şimalda yox, cənubda yeni dövlət cənubda olub sazillərin yaranması. Bu bir. İkincisi də ki, zaten Yusif Sacoğlu bu dövlətin qurucusu sayılmır. Bir daha deyirəm, həm də ki, bu dövlət cənubda yaranıb, şimalda yox. Bu iki şeyə görə də təbii ki, burada doğru cavab Y olur. Dördüncü sual, Eldənzilər dövləti ilə bağlı yanlış fikirləri seçin. Şimal torpaqlarında 12-ci əsrin 1-ci rübündə yaranmışdı. Deməli, 12-ci əsrin 1-ci rübü, uşaqlar, deməli, 1101-ci ildən 1125-ci ilə qədər eləyir və bu birinci rübdür və biz bilirik ki, Eldənzilər ikinci rübdə yaranıb, yəni 1136-da. Deməli, yanlış fikirlərdən biri budur. İlk paytaxtı bəli Naxçıvan olub, dövlətin sərhədləri cənubda İran körfəzinə qədər idi. Şirvanşahların varlığına son qoya bilməz, ası hala salıb. Ona görə yanlış ifadələr 1-dən 4-dür, yəni C cavabıdır. 5-ci sual, deməli, Şirvanşahlar dövləti 16-cı əsrdə, 10-cu əsrə aid olan ifadələr verilib, 16-cı əsr boş buraxılıb. Bilirik ki, 16-cı əsrdə Şirvanşahlar dövlətinin varlığına son qoyulub, ona görə də doğru cavab B-dir. Altıncı suala baxırıq, uyğunluq pozulmuşdur. Kitab Dədə Qorqud dastanı 12 boydan ibarətdir. Boyların müəllifinin Dədə Qorqud olduğu güman edilir. Dədə Qorqud Oğuz türklərinin ən qüdrətli hökmdarlarındandır. Təbii ki, bu yanlışdır. Ona görə də doğru cavab C-dir. D, Y, A, B, D, Y doğru ifadələrdir. Yəni, Dədə Qorqud dastanına aid ifadələr doğrudur. Burada C-də yanlışdır. Niyə? Çünki bir daha deyirik, Dədə Qorqud hökmdar ola bilməz. O, el ağsaqqalı idi, hörmətli, Oğuz türklərinin hörmətli ağsaqqalı idi, məsləhətlər verirdi, o hökmdar ola bilməz. 7-ci sual, 9-cu əsr Azərbaycan tarixinə aiddir. Azərbaycan ilk dəfə yədələrinin yürüşünə məruz qalıb. Xeyr, bu eradan əvvəl olub. Babəkin rəhbəri ilə azadlıq hərəkatı geniş yayılması, bəli, doğru cavab B-dir. Albaniya varlığına 8-ci əsrdə son qoyulub. Şimal torpaqlarımızda dövlətçiliyimizə son qoyulub. Xeyr, o 8-ci əsrdə bir daha deyirəm. İslam dininin Azərbaycanda yayılmağa başlaması da 7-ci əsrdə, ona görə doğru cavab B-dir. 8-ci sual, Hülakülər dövlətində dövlətin idarə edilməsi yaxından iştirak etmişdi. Bu, Fəzullah Rəşidəddin də ola bilər, bu Nəsrəddin Tusi də ola bilər. Amma ikinci ifadə hələ sağlığında Bəşər ustadı adlandırılmışdı. Bilirik ki, bu Nəsrəddin Tusiyə aid bir ifadədir, ona görə doğru cavab D-dir. 9-cu sual, deməli, Oğuz türkləri ilə bağlıdır. İki ifadə verilib, onlarla bağlı. Üçüncü boş buraxılıb, üçüncünü tapmalıyıq. Qonşu xalqların torpaqlarını ələ keçirməklə ərazilərini daha da genişləndirməyə çalışırdılar, yanlışdır. Tam tərsinə, qonşu dövlətlərin ərazilərinə deyir ki, orada dastanda deyildiyi kimi, demək, qonşu dövlətlərin ərazisinə adamların demək, tutmaq niyyəti yox idi. Yalnız o zaman ki, onlar hücuma keçirdilərsə, o zaman qarşılıq verirdi Oğuz türkləri. Sonra düşmənlərini məğlub etmək üçün döyüşdə müxtəlif hilələrdən istifadə etmirdilər. İslam dininə sitayiş edən Oğuzlar tanrıçılıq dini qəbul etdikdən sonra cümlə tərsinə verilib. Tam tərsinə olmalıdır. Tanrıçılıq dinində olanlar olmuşdular və İslam dinini qəbul edəndən sonra mənəvi birlik daha da artdı. At ikidin dostu sayılırdı, bəli, və sahibi qəhrəmancasına həlak olandan sonra onun qurğunu kəsirdilər. Bu doğru ifadədir. Deməli, Oğuz türklərinə aid. Qəhrəmanlıq göstərən Oğuz igidlərinə Xanlar xanı Bayandur xan ad qoyuldu. Xeyr. Bu, Dədə Qorqudun vəzifəsi idi. Dədə Qorquda aid bir məsələdir. Dolayısıyla bir daha deyirəm, doğru cavab D-dir. 10-cu suala gəlirik. Nəsrəddin Tusinin tərəfindən inşa olunan rəsədxana haqqında deyilənlərdən biri yanlışdır. Deməli, buradakı ifadə, hansı ifadə yanlışdır, baxırıq. Rəsədxananın tikintisi Hülakü xanın icazəsi ilə 12-ci əsr ortaları səhvdir.
13-cü əsrdə inşa edilib rəsədxana 1259. Ona görə bu 13-cü əsr edir. Ona görə də diqqətli olmalıyıq. Doğru cavab C-dir. 11-ci sual Nizami Gəncəviyə aiddir. Nizami Gəncəvi dünya ədəbiyyatı tarixində yazdığı 5 poemadan Xəmsən müəllifi kimi daxil olmuşdu. Doğru cavab yedir. Bu biriləri təbii ki, Nizami Gəncəvi aidiyyatı yoxdur. 12-ci suala gəlirik. 12-ci sual şəhərlərə aiddir. Təbriz və Dərbənd uyğunları seçməliyik. Elxanilər dövrünün baş şəhəri olub. Bəli. Səttarxanın başçılığı ilə Milli Azadlıq Hərəkatının mərkəzi olub. Amma biz bunu imtina edirik. Niyə? Çünki baxın, burada sual 2 hissədən ibarətdir. Burada görürsünüz, orta əsrlərdə deyir. Orta əsrlərə fikir verməliyik. Təbriz və Dərbənd orta əsrlərdə olmalıdır. Və bu Səttarxan hadisəsi isə yeni dövrə aiddir. Ona görə də olmaz və vadilərin paytaxtına çevrilmişdir. Doğru. Dərbənd hissəsində isə Səlcuqlular tərəfindən təmir edilib və möhkəmləndirilib. Doğru. Ərəb xilafətinin tərkibində olub. O da doğru. Amma Rusiya Federasiyasının tərkibinə qatılması bu da sonraki hadisədir. Orta əsrlərdən sonra baş vermiş hadisədir. Ona görə də olmaz. 1AC, 2AB, 1AC, 2AB, deməli C cavabı 1AC, 2AB, C cavabı doğru cavab olur. Gəldik 13-cü suala. Bu da Bərdə şəhərinə aid orta əsrlər deyir yenə. Orta əsrlər Bərdə şəhəri. Bilirsiniz ki, ərəb canişinliyi mərkəzi olub. Aranın anası adlanırdı. Ərəblər tərəfindən Qapılar qapısı Dərbənd adlanırdı. 13-14-cü əsrdə Elxanilərin mərkəzi Təbriz olub. 10-cu əsrin ikinci yarısında deməli mühüm mərkəz ola bilməz. Çünki artıq dağıdılmışdı ruslar tərəfindən və doğru cavab D-dir. 5-ci yüzillikdə bəli Albaniyanın paytaxtına çevrilib. Ərəblər tərəfindən tutulduqdan sonra şəhərin iqtisadi həyatı tənəzzül etməyib, tam tərsinə inkişaf edib. Ona görə bu da yanlışdır. Bir daha deyirəm, doğru cavab burada D-dir. 14-cü suala baxırıq. İnsanların istifadə etdiyi ilk əməliyyatlarından hesab olunur. Bilirsiniz ki, ilk əməliyyatlardan hesab olunan alətlər dəyənək, yer qazan çubuq və daş çapacaqdır. Ona görə də dəyənəki götürməliyik burada. Digər alətlər sonradan meydana gəlib. Ona görə də doğru cavab B-dir. 15-ci sual. Araz çayından aşağıda verilənlərdən heç birine aid olmadığı dövləti müəyyən edir. Deməli, Araz çayından şimalda yerləşən torpaqlarda yaranmışdı. Bu Albaniyada aid ola bilər, bu Atabəylərə də aid ola bilər. Ərəb xilafətinin zəifləməsi nəticəsində meydana gəlib. Bu, deməli, Sacıqlı dövlətinə aiddir. Urmiya göl ətrafında meydana gələn ilk dövlətimiz də Mannadır. Dolayısıyla burada qalır C cavabı Atropatena. Aid ifadə yoxdur. 16 sayılı sual, deməli, burada Azərbaycanın şimal torpaqlarında yaranıb, Şirvanşahları asıl hala salıb və təsərrüfat, elm, mədəniyyət inkişaf edib. Deməli, biz bilirik ki, Sacıqlıda, Qaraqoyunluda, Atabəylər də, Səfəvilər də deməli, Şirvanşahları asıl hala salıb, əfşarlardan başqa. Öncə bunu çıxırıq. Sonra burada biz görürük ki, şimal torpaqlarında yaranıb, bu çox önəmlidir. Burada avtomatik Sacıqlunu çıxırıq, Qaraqoyunlu və Səfəvləri də çıxırıq, çünki bunların üçü də cənubda yaranıb. Bəli, doğru cavab C qalır. Atabəylər dövlətinə aid bir ifadələrdir. İkinci ifadə də odur ki, bəli, Azərbaycanın böyük bir hissəsini birləşdirmişdi. Doğru cavab C olur. 17-ci sual. 9-cu əsrdə mövcud olan dövlətlərimiz Şirvanşahlarla Sacıqlılar dövlətidir. İkisi də 9-cu əsrin ikinci yarısında yaranıb. Öncə təbii ki, Şirvanşahlar, sonra Sacıqlı dövləti yaranıb. Bu da belə. Ondan sonra 18-ci sual mətn sualıdır. Mətndə Babəkdən bəhs olunur və deyir ki, mətndə verilənlərdən və dərsliyimizdən əsasən doğru cavabı müəyyən edin. Xilafətin zəifləməsindən istifadə edən Babək Azərbaycanda yeni bir dövlət qurdu. Təbii ki, Babək dövlət qurmayıb. Xürrəmlər ərəblərin Azərbaycanda hakimiyyətinə son qoyulur. Bu da yanlışdır, çünki Xürrəmlər hərəkatı yatırıldı. Azərbaycanda yad ellərə qarşı ilk dəfə Babək mübarizə aparıb, ondan əvvəl də aparanlar olub. Xürrəmlər məğlub olmasına baxmayaraq xilafət zəiflədi. Bəli, doğru cavab budur. Babək öz dövlətinin, yenə burada dövlət sözü işlətdiyinə görə təbii ki, yeni də götürə bilmərik. Bir daha deyirəm, doğru cavab D-dir. 19-cu sual. Göstərilənlər aid olduğu hökmdar Xəzər dənizini hərbi donanma yaratmaq istəmişdi. Hindistana hərbi yürüş etmişdi. Həmən ağlımıza təbii ki, Nadir Şah gəlir. A cavabı. 20-ci sualda verilmiş dövlətlərin heç birinə aid olmayan deməli, dövlətimizi müəyyən etməliyik. Demək, bu üç dövlətdən aşağıda elə bir ifadə verilib ki, cavab verilib ki, o cavab bunların heç birinə aid deyil. Ağqoyunlu bəyliyi ilə eyni dövrdə mövcud olmuşdu bu Şirvanşahlardır. Bunu çıxırıq. Paytaxtının Ərdəbil şəhəri olması bu Sacıqlı dövlətidir. Azərbaycan torpaqlarını vahid dövlət tərkibində birləşdirmişdi. Bu Sacıqlı və Eldənizlərdir. Araz çayından şimaldakı torpaqlarda meydana gəlmişdi. Bu Şirvanşahlar və Eldənizlərdir. Daha öncədən Kiçik Asiyada bəylik yaratmışdı. Bəli, bu heç birinə aid deyil. Çünki bu ifadə bizim Qaraqoyunlu və Ağqoyunlu dövlətinə və Ağqoyunlu dövlətinə aid ifadələrdir ki, onlar daha öncədən Kiçik Asiyada bəylik yaratmışdılar. Ona görə doğru cavab Y-dir.
21-ci sual. Hansı şəhər haqqında məlumat verilməmişdir? Səfəvilər dövlətinin paytaxtı olmuşdu Qəzvin. Ərəb səyyahlarının birinin məlumatına görə xəzinəsinin saxlandığı binanın qurğuşundan damı, dəmir qapısı və 9 sütunu var idi. Bu Bərdəyə aid ifadədir. Bərdə mövzusuna diqqətlə baxsanız, paragraf 20-ci paragrafa, orada Bərdə ilə bağlı ərəb səyyahlarının verdiyi məlumatları izləsəniz, görərsiniz ki, orada belə bir ifadələr keçir. Deməli, Təpəgöz tikililərdən olan Oğlan qala Naxçıvanda yerləşir. Ərazisində qız qalalarına rast gəlinir. Bu İsmayıllı və İsmayıllı və Yardımlı rayonlar ərazisində və digər rayonlarımızda da qız qalaları var. Ona görə bunu da çıxırıq. Bəli, doğru cavab Y-dir. Yəni Dərbəndə aid burada məlumat verilməmişdir. Gəldik açıq suallarımıza. Klaster sualıdır. Səfəvilər dövləti biri yazılıb, İsfahan paytaxt şəhəri olub. Digər 3 ifadəni seçməliyik. Bəli, Rusiya ilə həmsərhəd olub. 1. Təbriz şəhərinin Ağqoyunların əlindən alınması alınıb, amma onda Səfəvilər hələ dövlət deyil idi. Məhz bundan sonra dövlət yaranıb, İsmail özünü şah elan edəndən sonra. Burada diqqətli olmalıyıq. 3. Ərazilərinin bir hissəsinin Əfqanlar tərəfindən tutulması, bəli, 2-ci Təhmasibin dövründə Əfqanlar Osmanlı və Rusiya tutmuşdu və onu sonra Nadir xan geri qaytardı bu torpaqları. 3-ü də götürürük. Azərbaycan torpaqlarını vahid dövlət halına birləşdirməsi, bu da Səfəvlərə aid ifadədir. 1, 3, 4 doğru cavab olur. Bacaral adlı qadınlardan ibarət hərbi təşkilat tərəfindən idarə oluna bilməz. Çünki Səfəvilər dövləti təbii ki, şah tərəfindən idarə olunurdu, hökmdar tərəfindən idarə olunan bir dövlət idi. 23-cü suala baxırıq. Qaraqoyunlu dövləti ilə Ağqoyunlu dövlətinə aid oxşarlıq istəyir bizdən. Oxşarlıqlar daha doğrusu. Osmanlı dövləti ilə hər ikisi həmsərhəd olub. Bəli. Sonra Oğuz türklərinin qurduğu dövlət olub. Hər ikisi bəli. Sonra 16-cı yüzillikdə süquta uğrayıb. Bu Ağqoyunluya aiddir. Qaraqoyunlu 15-ci əsrin ikinci yarısında süqut edib. Olmaz. Bir müddət Dərbəndə sahib olub. Bu da %100 bilirik ki, Ağqoyunlu dövləti Şirvanşahlarla dost və müttəfiq olub. Ona görə oxşarlıq ola bilməz. Və 5-ci qalibiyyətli müharibə nəticəsində yaranıb. Bəli, hər iki dövlətimiz məhz qalibiyyətli müharibələr nəticəsində yaranıb. Ona görə doğru cavablar 1, 2, 5 olur. 24-cü sual xəritə sualıdır. Ərəb canişinliyinin mərkəzi olan şəhərimizi istəyir və biz bilirik ki, bu Bərdə şəhəridir. Bərdə, baxın, Kürd çayı ilə Araç çayı arasında yerləşir. Burada da zaten bir dənə 5 var. Elə məhz 5 də Bərdədir. Ona görə də doğru cavab 5-dir. Və nəhayət 25-ci sual uyğunluq sualıdır. Saray Xatun və Şahbikə Xatuna aid ifadələrə baxmalıyıq. Hansı doğru olduğunu seçməliyik. 15-ci yüzillikdə Osmanlı dövləti ilə münasibətlərin nizamlanmasına çalışıb bu Saray Xatundur. Səfəvilər dövlətini bir müddət Şah İsmailin adından idarə edib, bu yanlışdır. Əgər Təhmasibin adından olsaydı Şahbikə aid edərdik, amma İsmail olduğuna görə bu yanlış olur. Çaldıran döyüşündə iştirak edib bu Şahbikə Xatundur, Şah İsmailin xanımı və Baharlı dövlətinin xarici siyasəti ilə heç bir əlaqəsi yoxdur buradakı xanımların. Çünki Baharlı Qaraqoyunludur, o Canbəyim Xatundur, bu isə Sara Xatundur. Saray Xatun isə Baharlı yox, Bayandurlu dövlətində xarici siyasətində mühüm rol oynayıb. Ona görə də 1 Saray Xatun olur A, 2 Şahbikə Xatun olur C. 1A, 2C. Beləliklə, əziz şagirdlər, bu video dərsimiz də başa çatdı. İnşallah növbəti sınaqlarda görüşənə qədər salamat qalın.